Xırdalan şəhərinin mərkəzində, icra hakimiyyətinin tam olaraq qarşısında. 12 mərtəbəli binanın 7-ci mərtəbəsində 60 kvadrat metrdən ibarət kupçalı, kupçası hazır əldə olan super təmirli mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Görürsünüz, belə bir gözəl ölçüyə malik qonaq otağımız var. Səliqəli, əla təmirli, 1 manat belə xərci olmayan, hazır köç yaşa mənzildir. Qonaq otağından eyvana çıxış var. Yataq otağından da eyvana çıxış var. Binanın yeraltı avtodayanacağı, geniş həyət hissəsi, çox səliqəli, tam yaşayışlı, kupçalı mənzil. Bu da yataq otağına eyvanımız. Qazı, suyu, işığı daimi fasiləsiz. Binanın qarşısından 199 Y2 avtobusları birbaşa şəhərə işləyir. Mənzilin əsas giriş qapısıdır. Giriş qapıdan daxil olub. Belə bir gözəl, səliqəli dəhlizimizdir. Metlaq olan hissələri isti döşəmədir. Görürsünüz bu şəkildə. Sağda sanuzel qovşağımızdır. Bütün aksesuarlarla təchiz olunub. Hazır köç yaşa mənzildir. Kupçalı, kupça əldə. 60 kvadrat metrdən ibarət əla təmirli. Və video təqdimatda az da olsa görünən əşyalar hər biri mənzildə qalır. Bu hissədə mətbəximizdir. Mətbəx mebeldə yeni quraşdırılıb. Soyuducu, paltar yuyan hər biri mənzilin daxilində qalacaq. Və sonda sizlərə təqdim edirəm mənzilimizin yataq otağını. Yataq otağı da normal ölçüdədir. Yerləşir mənzilimizin yataq otağı. Yataq otağında da olan az da olsa qeyd etdiyim kimi əşyalar hər biri qalır. Bir daha sizlər üçün qeyd edirəm. Xırdalan şəhərinin tam olaraq mərkəzi, icra hakimiyyətinin qarşısı 1 nömrəli məktəbin yaxınlığında. Bütün dövlət əhəmiyyətli obyektlərə yaxın ərazidə 60 kvadrat metrdən ibarət qanuni bir otaqdan 2 otağa düzəlmə, kupçalı, kupçası hazır əldə olan belə bir gözəl mənzil təqdim etdim sizlər üçün. Binanın geniş gözəl həyət hissəsi, yeraltı avtodayanacağı, ehtiyat su ambarı, sürətli lifti, tam olaraq yaşayışlı binadır. Ətraflı məlumat üçün dəyərli izləyicilərim, bizimlə əlaqə saxlaya bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Əmlakınızın qısa zamanda satılması üçün biz sizə köməkliyi göstərə bilərik. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.